Deyir, qohumunla qonşu olma çalış. Qohumla qonşu olmaq bir budur ki, sən yüklənirsən, həm qonşu haqqı var, həm silə-i rəhm var, qohum haqqı var, onun ikisinə də riayət eləmək çətin olur. Eyni zamanda qohumların ki, bir-birinlə qohumluq əlaqəsi var, istər-istəməz gözü bir-birində olur. Tanıyır da qohumluğun bir rəqabəti də var axı. Təbii olan bir rəqabət var. Onlar qonşu olduqda bu davaya çevrilə bilir. Onun hər həyatının hər detalından xəbərdar olmağa çalışır. Bu aramlığı itirir. Bura qədər din bu məsələlərə önəm verir. Vərə xüsusiyyəti var. Vərə təqvanın ən ali nöqtəsidir. Vərə nədir? Vərə yəni günah olan mühitdən qaçmaq. Günah olan mühitdən qaçmaq. Ona görə ki, hətta sən gedib qorunsan da mənasız istirab yaradır səndə. Kibriti qoy benzinin yanına, sonra deyirəm, amandır, məsələn, bir od qala benzinin yanında, benzin bir bakının yanında, bir çəninin yanında. Sonra deyirəm ki, diqqətli olun, ehtiyatlı olun, yanmayın. Da bunu burada niyə yandırırsan ki? Özünü niyə atırsan onun içinə ki, sonra deyəsən ki, orada mən diqqətli olun. Diqqətli olmaq üçün o mühitdən çəkin ki, aramlığı itirməyəsən.